Yadıma gəlir ki, biz uşaq vaxtı olanda qarşımıza nə yeməyə qoysaydılar, biz onu yemək məcburiyyətində idik. İnkar etməyə ixtiyarımız da yox idi. Amma indi isə zəmanəmiz dəyişib. Biz gündəlik yemək planlamamızı uşaqlarımızın ağız dadına uyğun, onların istəyinə uyğun hazırlayırıq. Bizim vaxtımızda bu qədər meyvənin, tərəvəzin bolluq olmadığı bir vaxtda hər şey canımız, qüvvəmiz sağlam idi. İndi isə bu qədər meyvənin, tərəvəzin, hətta deyərdim sizə qışın ortasında istədiyimiz bütün qidaları alıb yeyə bildiyimiz vaxtda nə canımız sağlamdır, nə uşaqlarımız. Mənə maraqlıdır qızlar, siz uşaqlarınızın hər istədiklərini anında alırsınızmı? Onların ümumiyyətlə istədikləri hər bir şeyi yerinə yetirirsinizmi? İstər qida baxımından, istər digər yəni məişətdə olan digər məhsullar baxımından hər bir şeyi uşaqlarınızın istəyinə uyğun nizamlayırsınızmı? Mütləq bunu yorumlarda qeyd edərsiniz. Həqiqətən çox bir maraqlı mövzudur bu mənim üçün. Mən çalışdığım qədərilə ən əsasdakı qida baxımından uşaqlarımın istədiklərini anında yerinə yetirim. Amma digər yönlərə baxdıqda təbii ki, biraz qısıtlamalarım mənim də olmuşdur. Sizin isə yorumlarınızı mütləq oxuyacağam. İzlədiyiniz üçün təşəkkür edirəm.